Salam, hər vaxtınız xeyirli olsun. Qanunvericiliyi dərslərimizə davam edirik. Dövlət qulluğu, vergi orqanları, digər işə qəbul üçün önəmli mövzuları sizə təqdim edirəm. Bu dəfə Konstitusiyadan danışacağıq. İkinci bölmə əsas hüquqlar, azadlıqlar və vəzifələrdən danışacağıq. Ümumiyyətlə dərsimizə keçməmişdən öncə istərdim bir məqam diqqətinizə çatdırım. Və bu məqam bizim belə deyim səhifəmizlə bağlı bir məqamdır və bizim səhifəmizi buradan izləyə bilərsiniz. Vaxtaşırı sualları paylaşırıq. Məsələn, bu yaxında vergi imtahanı oldu. 2025-ci ildən söhbət gedir. Vergi imtahanı sualları da bu səhifədə olacaq. Ə, İxtisas seçimi, dövlət qulluğu, vergi, gömrük, digər işə qəbul, xarici dillər, danışıq öyrənmək üçün MİQ, sertifikasiya, jurnalistika imtahanın qabiliyyətinə hazırlıq, abituriyent hazırlığı, mühasibatlıq, maliyyə, bir S kimi proqram və digər hazırlıq bizdə mövcuddur. Həm onlayn, həm əyani şəkildə dərsimizə qatıla bilərsiniz. Həmçinin səhifəmizi izləyin ki, yeniliklərdən xəbərdar olasınız. İndi isə biz mövzumuza keçid edək. Qeyd etdiyim kimi, Konstitusiyanın ikinci bölmə, yəni burada əsas hüquqlar, azadlıqlar və vəzifələrdən söz açacağıq. Dəyərli yoldaşlar, biz bilirik ki, Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir və biz burada ikinci bölmədən danışacağıq. İkinci bölmə özü iki fəsildən ibarətdir. Burada yer alan üçüncü fəsil deməli əsas insan vətəndaş hüquq və azadlıqları dördüncü fəsil isə vətəndaşın vəzifələridir. Burada hüquq və azadlıqdan söhbət edəcəyik. Gəlin ümumiyyətlə görək azadlıq, hüquq, vəzifə nə deməkdir? Azadlıq, yəni məsələn seçim etmək, sərbəst hərəkət etmək bizə imkanı verir. Tutalım, məsələn din seçmək, sözünü demək, fikrini ifadə eləmək. Hüquq odur ki, qanunla qorunan səlahiyyət və imkanlardır. Məsələn, təhsil almaq, təksib vermək, həmçinin bu kimi məsələlərə toxunur. Eləcə də bunun paralelində vəzifə var. Vəzifə müəyyən bir öhdəlik, məsuliyyət daşıyır. Məsələn, vergi vermək, eləcə də qanunlara əməl etmək bu bizim vəzifəmizdir. İlk, yəni əsas insan vətəndaş hüquq və azadlığına aid olan ilk maddədən başlayaq. Deməli, burada insan vətəndaş hüquq və azadlıqların əsas prinsipləridir. Biz mahiyyət etibarilə əsas prinsiplərə toxunacağıq. Karandaş yazmadı. Olur, bəzən görürsünüz ki, bəzən belə tutmaları olur. Zoom-un belə bir mənfi cəhətlər də bəzən olur. Hə, deməli yoldaşlar, burada qeyd edilir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Biz bilirik ki, Konstitusiyada bəzən məsələn maddəni dırnağı içərisinə alırlar ki, daha doğrusu ifadəni, hüquq normasını deyir, məsələn bu hansı maddəyə aiddir? Biz onda bilməliyik ki, mahiyyət etibarilə prinsipə aiddir. Yəni əsas demək insan vətəndaş hüquq və azadlığın prinsipləri mahiyyəti ilə. Yəni insan ləyaqəti qorunur və hörmət edilir o mənada işlənir ki, burada məsələn tutalım polis kimsə saxlayır və burada insanı təhqir edə bilməz, alçaldıcı söz işlədə bilməz, zor tətbiq edərək həddi aşmamalıdır. Misal üçün, tutalım polis şöbəsinə bir nəfərə sən adam deyilsən deyib təhqir eləmək bu insan ləyaqətinin alçaldılmasıdır. Və yaxud da rəhbər işçiyə hamının içərisində deyir ki, sən qadınsan, bacarmazsan deyirsə, bu artıq ləyaqətə zidd rəftar hesab olunur. Və yaxud da məktəbdə mən sənə adam olmağı öyrədə bilmərəm kimi ifadələr bu növ ləyaqəti alçaldır. Həmçinin hərbidə filan bu kimi məsələlərə yol verilmir. Hər kəsin doğulduğu andan toxunulmazlığı, pozulmazlığı və ayrılmaz hüquq və azadlıqlar var. Mən buna qısa olaraq baş hərfi ilə TAP deyirəm. Yəni toxunulmazlıq odur ki, deməli heç kəs tərəfindən müdaxilə edilə bilməzsiniz. Pozulmazlıq o deməkdir ki, heç bir hakimiyyət orqanı bu hüquqları ləğv eləyə bilməz. Ayrılmaz hüquqlar odur ki, insandan heç bir halda bu hüquq alınmır. Yəni insan olduğu üçün daim olaraq bunun ayrılmaz hüququ var. Hüquq və azadlıqlar hər kəsin, bax buna fikir verin. Bizim konspektimiz var, orada hər kəs, hər bir şəxsi ayrıca qeyd edirik. Hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında bir məsuliyyəti və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadə halına yol vermir. Yəni bir insan hüququ varsa, avtomatik olaraq o cəmiyyətə qarşı, digər insanlara qarşı, dövlətə qarşı bir məsuliyyət və vəzifələri də var. Misal üçün mülkiyyət hüququ götürək. Mülkiyyət sənindir, amma qonşunun belə deyim, həyətinə zərər verə bilməzsən. Səs-küy ilə digər qonşunun, digər şəxslərin bir növ rahatlığını poza bilməzsən. Çünki cəmiyyətə qarşı bir öhdəliyin var sənin. Bərabərlik hüququ maddəsinə gəlincə,
Yeganə hamı sözü burada istifadə olunur. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquq və azadlıqları var. Eyniyə fikir verin, bərabərlik hüququnda eyni deyir. Bərabər demir. Bax, bu testdə bərabər kimi düşür. Biz buna nikah hüququnda toxunacağıq. Ərli arvadın hüquqları bərabərdir. Amma bərabərlik hüququnda deyir ki, eyni hüquq və azadlıqları var. Çünki bu bizi bir növ müəyyən qədər sıxıntı yaratmasın. Çünki digər maddələrdə dediyim kimi bunu bəzən görürsünüz ki, qarışdırılır və biz müəyyən qədər burada çətinlik yaşamış oluruq ki, hə, əgər maddə bərabərlik hüququdursa, deməli burada bərabərlik ola bilər. Yox, belə bir şey yoxdur. Eyni hüquq və azadlıqlardan söhbət eləyir. Bu dəfələrlə testə düşüb və qəbul imtahanlarında biz görmüşük ki, müəyyən qədər tələblər bu hissəni çox qarışdırır və biz maksimum çalışmalıyıq ki, bu hissəni qarışdırmayaq. Yəni, dəyərli yoldaşlar, burada eyni hüquqlar, yəni hüquq baxımından tam bərabərlik mənasındadır. Bu o deməkdir ki, qadın da, kişi də Konstitusiyanın verdiyi bütün hüquqlarla bərabər şəkildə malik olurlar. Həmçinin dövlət heç bir hüququ yalnız cinsə görə məhdudlaşdıra bilməz və yaxud da hər hansı bir hüququ cinsə görə verə bilməz, geri ala bilməz. Eyni azadlıq, yəni imkan və seçim bərabərliyidir. Bu o deməkdir ki, yaşam tərzi, peşə seçimi, dini etiqad, fikir ifadəsi, mülkiyyət əldə etmək, bu kimi azadlıqlar qadın və kişi üçün bir növ eyni hüquqi çərçivədə istifadə olunur. Və dəyərli yoldaşlar, dövlət irqinə görə, bax bu sözlərə xüsusən fikir verin, testə düşür. Etnik mənsubiyyətinə görə, dininə görə, dilinə görə, cinsinə görə, mənşəyinə görə, əmlak vəziyyətinə görə, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, həmçinin digər ictimai birliklərə mənsubiyyətinə asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Dediyim kimi buna diqqət eləyin. Burada hər hansı sözün yerinə məsələn başqa bir sala bilər. Tutalım dilin yerinə milli mənsubiyyəti sala bilər. Misal üçün deyirəm. Buna fikir verin. Və insan və vətəndaş hüquq və azadlıqlarını irqə, etnik, dini, dil, cins, mənşəy, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Testdə olmaz salmasın, qadağandır bu formada. Və bu maddənin üçüncü bəndini görürsünüzsə, bax bu bənddə, bax bu kimi məsələlərə görə e, bu əsaslarla kiməsə zərər vurula bilməz və yaxud da güzəşt edilə bilməz. Məsələn, sən filan partiyanın üzvüsən, gəl sənə güzəşt edək və yaxud sən qadınsan, sənə güzəşt edək. Və yaxud da buna görə əlavə imtiyaz da vermək olmaz. Həmçinin ona düşən güzəştlərdən, imtiyazların verilməsindən imtina da oluna bilməz. Yəni bərabərlik qorunmalıdır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları, bax bu qərarda testdə sərəncam düşə bilər, ehtiyatlı olun, söz oyunu çox oynayırlar. Və yaxud da dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilməlidir. Sağlamlıq imkanları məhdud olanlar var. Konstitusiya deyir ki, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa Konstitusiyamızda təsbit olunmuş bütün hüquqlardan istifadə edir və yaxud da vəzifələr daşıyır. Tutalım mən müəlliməm və mən danışa bilmirəm. Mən danışa bilmirəmsə necə dərs keçə bilərəm? Ona görə mənim müəllim olmağım düzgün hesab olunmur. Deməli, mən o hüququ yerinə yetirə bilmərəm. Və yaxud da mən dərziyəm, mən oturaraq paltar tikə bilərəm, amma mən yeriyə bilmirəm. Deməli, mən dərzi ilə məşğul ola bilərəm, bilərəm. Yəni, əgər mənim sağlamlığım, mənim daha doğrusu səhhətimdə olan problem mənim işimə mane olursa, burada ciddi manədən söhbət gedir. Mən həmin vəzifəni yerinə yetirə bilmərəm. Amma mane olmursa, mən o vəzifəni niyə yerinə yetirməyim ki? Çünki mənim əmək hüququm var. Burada dəyərli yoldaşlar, bu hissədə biz deməli insan vətəndaş hüquq və azadlığının müdafiəsindən danışacağıq. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə, baxın bu sözə fikir verin, öz hüquqlarını və azadlığını müdafiə etmək hüququ vardır. Dövlət deyir ki, mən hər kəsin hüquqlarının, azadlıqlarının müdafiəsinə təminat verirəm. Yəni burada məsələn birinci bəndə qayıdaq. Tutalım işçinin hüquqları, işçi maaşını ala bilmirsə, təbii ki, qanuni müdafiə, əmək müfəttişliyi və yaxud da məhkəməyə müraciət edə bilər qanun şəklində. Qanunsuz müdafiə, məsələn, tutalım iş yerində basqın eləmək, zor tətbiq eləmək isə qadağandır. Durun, məsələn, mənə maaş verilmir, müdiriyyət durum döyüm, sonra deyim ki, mənə maaş verin buna görə. Bu belə bu şəkildə olmur. Yaşamaq hüququ, hər kəsin yaşamaq hüququ vardır. Baxın, tələblərin çoxu bu bəndlə bu bəndi qarışdırır. Bax, Lori dildə deyim ki, bu hallarda insanı öldürmək olar. Öldürmək olar. Bax, bu halda isə insanı zərərsizləşdirmək olar. Zərərsizləşdiririk biz burada.
Deməli, insanın yaşamaq hüququ hansı halda əlindən alına bilər? Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərini öldürmək olar. Bax, fikir verin. Əgər düşmən əsgəri dövlətə silahlı basqın eləyirsə, bu zaman öldürmək olar. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və bir də qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla deməli hər bir şəxsin yaşamaq hüququ toxunulmaz. Yəni bu üç halda insanın yaşamaq hüququ toxunulmaz deyil, amma qalan hallarda toxunulmazdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında ölüm cəzası nədir? Əgər qanuna uyğun məhkəmə qərarı ilə icra olunan ölüm cəzası burada istisna sayılır. Yəni ölüm cəzası Azərbaycan düzdür, hazıra tətbiq edilmir, amma konstitusiyada prinsip kimi bu istisnanı saxlayır. Yəni ölüm hökmü olarsa, onda insanın yaşamaq hüququ əlindən alına bilər. Qanun nəzərdə tutmuş digər hallar deyir burada. Bax bu hissəyə fikir verin. Burada isə yəni hüququn xüsusi məhdudlaşdırılması halları ola bilər. Məsələn, hərbi əməliyyatlarda məcburi müdafiə tədbirləri və s. bu halda ola bilər. Yəni burada əsas prinsip hər bir şəxsin yaşamaq hüququnun toxunulmazlığıdır. Amma qanun və dövlət təhlükəsizliyi ilə əlaqədar istisnalar mövcuddur. Gəldik bu hissəyə baxın. Bu aşağı hissəyə fikir verin. Burada isə insana silah işlətməyə hansı halda insana silah işlətmək olar? Qanunla nəzərdə tutulmuş, bax bu söz xüsusən önəmlidir. Zəruri müdafiə, son zərrət, əgər cinayətkar qaçırsa onun yaxalanması və tutulması, həbsdə olunanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamı yatırmaq, dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın halları istisna olmaqla qalan halda insana silah işlətməyə yol verilmir. Bilirsiniz, burada bir müəmma var. Tutalım, kimsə sizin üzərinizə bıçaqla gəlir, siz orada özünüzü müdafiə edə bilərsiniz, onu zərərsizləşdirə bilərsiniz və s. Amma məsələn, tutalım kimsə sizə bir şillə vurur, siz götürüb onu öldürürsünüz. Bu halda sizə cinayət düşə bilər. Çünki normalda sizə bir şillə vuranda siz o şillinin ölməli deyilsiniz də, düzdür. Siz o şilləyə qarşı durub onu öldürürsünüzsə, bu artıq siz zəruri müdafiə həddini aşmış sayılırsınız. Çünki o şilləyə həmin onu öldürməyiniz adekvat deyil. Yəni bu məsələyə diqqətlə fikir vermək lazımdır. Biz yuxarıda ölüm cəzasından danışdıq. Ölüm cəzası müstəsna cəza tədbiri kimi saxlanılıb. Tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və insan sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Yəni bunun da bir xüsusi belə deyək də hissəsi var. Gəldik ya azadlıq hüququ. Hər kəsin azadlıq hüququ var. Azadlıq hüququ məhdudlaşdırıla bilərmi? Bəli, bilər. Hansı halda? Yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, polis gəldi səni tutdu. Həbsə alma, müvəqqəti həbs və yaxud da azaldan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Məsələn, siz həbsxanadasınızsa təbii ki, sərbəst hərəkət edə bilmirsiniz, azadlıq hüququnuz məhdudlaşdırılır. Qanuni sürətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər. Özünə yaşayış, sərbəst hərəkət edəcəm, mən Bakıdan Gəncəyə gedirəm. Özünə yaşayış yeri seçə bilər. Məsələn, mən yardımdanam, gəlib Bakıda yaşayıram. Və yaxud da Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Yəni, yoldaşlar, burada qanuni sürətdə o deməkdir ki, qanuni sürətdə. Yəni hüquq qanunla müəyyən edilmiş məhdudiyyətlərə tabedir. Məsələn, məhkəmənin qərarı ilə həbs olunan şəxslər sərbəst hərəkət edə bilməz. Məsələn, deyir ki, Bakıdan kənara çıxma, ölkədən kənara çıxma və s. Ölkə daxilində hərəkət odur ki, dediyim ki, məsələn, mən Bakıdan Gəncəyə sərbəst gedə bilərəm. Yalnız təhlükəsizlik və yaxud da xüsusi bir karantin məhdudiyyəti ilə hərəkətə müəyyən məhdudiyyət qoyula bilər. Azərbaycan Respublikasının vətəndaşları hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Testdə azadlıq salsa, məsələn, səhvdir. Gəldik bura mülkiyyət hüququ. 13-cü maddə yadınızdadır. O maddə mülkiyyət maddəsidir. Sadəcə mülkiyyət. Yəni mülkiyyət sadəcə anlayışlar verdi. Məlum məsələdir ki, burada dövlət anlayışlarına biz danışırdıq. Yəni oradakı mülkiyyət anlayış verdi. Mülkiyyət toxunulmazdır deyildi orada. Heç bir növünə üstünlük verilmir. Və daha sonra üstünlük verilmir buradadır. O formada deyil. Məsələn, mülkiyyətin biz toxunulmazlığını görürdük. Mülkiyyətin növlərini görürdük. Dövlət xüsusi belədir və mülkiyyətdən nələrin əleyhinə istifadə edilə bilməz. O mülkiyyət maddəsindədir. Bəzən testdə salır ki, mülkiyyət hüququ maddəsinə aiddir. Biz görürük ki, həmin maddədən cümlələr salır. Bunları ayırd etmək lazımdır. Bu hüquqdur artıq.
Və burada biz nədən danışacağıq? Qeyd edilir ki, hər kəsin mülkiyyət hüququ var, mülkiyyətə sahib ola bilərsiniz, məlum məsələdir. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Eləcə də mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hansı mülkiyyət? Xüsusi mülkiyyət hüququ. Yoldaşlar, yəni dövlət qanun qarşısında bütün mülkiyyət növlərini bərabər tanıyır. Heç kimə xüsusi mülkiyyət pisdir, dövlət mülkiyyəti daha üstündür kimi yanaşma tətbiq eləmir. Yəni dövlət xüsusi mülkiyyətə toxunmur, onu məhdudlaşdırmaq və yaxud da xüsusi mülkiyyəti müsaade etmək kimi bir növ addımları yalnız qanunun icazə verdiyi hallarda, xüsusi hallarda bu işlər görülə bilər. Hər kəsin mülkiyyəti daşınar və daşınmaz əmlak ola bilər. Yəni mülkiyyət belə deyək də, məsələn daşınar tutalım sizin telefonunuz, daşınmaz sizin eviniz. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına özü və yaxud da başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və əmlak barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Baxın, burada qərar düşsə tezdə səhvdir. Ümumiyyətlə mülkiyyətlə bağlı konstitusiyamızda iki yerdə biz rastlaşırıq. Bir burada rastlaşırıq, bir də bələdiyyədə mülkiyyət. Bələdiyyənin belə deyək səlahiyyətlərinə aid olan məsələlərdə mülkiyyət məsələsi var. Mülkiyyətlə bağlı nədirsə sərəncam verilir. Yəni orada da sərəncamdır, burada da sərəncamdır. Yəni yoldaşlar, hər bir insan, baxın hər kəsi bir aydınlaşdıraq. Yəni vətəndaş ola bilər, əcnəbi, hüquqi şəxs, istədiyi növ əmlaka sahib ola bilər. Daşlar əmlak dediyimiz kimi maşındır, məişət avadanlıqdır, texnikadır, qızıldır, puldur, mebeldir və s. Bu kimi yerini dəyişə bilən əşyalardır. Daşınmaz əmlak isə ev, mənzil, torpaq, bağ, obyekt, bina, yəni yerinin dəyişməsi mümkün olmayan əmlak növləridir. Məsələn, biz evi nətər daşıya bilərik? Bu prinsip göstərir ki, dövlət insanların əmlak sahibi olmaq hüququnu tanıyır və bunu məhdudlaşdırmır. Digər bir məsələ dedi ki, mülkiyyətə sahib ola bilər. Yəni şəxs mülkiyyətə sahib ola bilər. Tək başına da ola bilər və s. Yəni mülkiyyətə sahib olmaq, yəni əmlak sənin adına rəsmidir və sən onun hüquqi sahibisən. Heç bir qanunsuz şəkildə səni o əmlakdan məhrum etmək olmaz. İstifadə etmə hüququn var. Yəni əmlakdan öz ehtiyaclarına uyğun yararlana bilərsən. Məsələn, evin varsa yaşaya bilərsən, maşının varsa gəzə bilərsən, torpağın varsa istifadə edə bilərsən. Sərəncam vermə bir növ dispozisiya hüququndur sənin. Yəni əmlakı sata bilərsən, bağışlaya bilərsən, dəyişdirə bilərsən, icarəyə verə bilərsən, girov qoya bilərsən, miras kimi kiməsə verə bilərsən. Bu mülkiyyət hüququnun ən geniş bir belə deyək də səlahiyyətlərini göstərir bizə. Tək başına və yaxud da başqaları ilə birlikdə, yəni sən mülkiyyəti həm tək, həm də bir neçə şəxslə birgə istifadə edə bilərsən və yaxud da bir neçə şəxslə birgə o mülkiyyətə sahib ola bilərsən. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Yəni dövlət də, fiziki şəxs də, hüquqi şəxs də heç kim belə deyim, heç kimi öz başına əmlakdan çıxarmaq olmaz. Əmlakın alınması, müsadirə edilməsi, eləcə də məhdudlaşdırması yalnız qanunda nəzərdə tutulan əsaslarla və məhkəmənin qərarı ilə mümkün ola bilər. Bu norma insanı bir növ qanuni müdaxilə, qanunsuz müdaxilədən, xüsusilə də öz başına müsadirədən qoruyur. Məhkəmənin qərarı olmadan kimisə evinin əlindən almaq, obyektini bağlamaq, torpağını götürmək qadağandır. Əmlakın tam müsadirəsinə də yol verilmir. Yəni dövlət heç bir halda şəxsin bütün əmlakını bir yerdə əlindən ala bilməz. İnsanların bütün əmlakını əlindən almaq, tam müsadirə qadağandır və bu konstitusiyanın bir növ qoruduğu mülkiyyət hüququna ziddir. Yox, əgər dövlət ehtiyacları üçün mülkiyyət özgənişləşdirməyə ehtiyac varsa, yalnız qabaqcadan, baxın bu qabaqcadan da əvvəlcədən deyil, onun dəyəri ədalətli ödəmək şərti ilə yol verilə bilər. Yəni bu norma mülkiyyətin məcburi özgənişləşdirilməsinin, yəni dövlət tərəfindən alınmasının bir növ qaydalarını müəyyən edir və mülkiyyətçinin hüququnu qoruyan əsas vacib prinsip hesab olunur. Özgənişləşdirmə yalnız iki halda mümkündür. Bir, dövlət ehtiyacları üçün. Məsələn,
dövlət layihələri, strateji obyektlər, yollar, su kanalizasiyası çəkilməlidir və s. İctimai ehtiyaclar üçün, məsələn, ümumi əhalinin marağı üçün həyata keçirilən iri sosial və infrastruktur layihələri üçün mümkündür. Ədalətli kompensasiya mütləqdir, çünki qabaqcadan onun dəyəri ədalət ödəmək lazımdır. Yəni dövlət mülkiyyəti ilə dövlət mülkiyyətçi ilə ümumiyyətlə gələcəkdə ödəyərəm kimi yanaşa bilməz. Nə vaxtsa ödəyərəm kimi yanaşa bilməz. Axı dövlət babadır. Bunu çöldə qoyası deyil. Qiymət əvvəlcədən müəyyənləşdirilir, əvvəlcədən ödənilir. Ödəniş ədalətli bazar qiymətinə, bazar dəyərinə uyğun olmalıdır. Mülkiyyətçi bir növ ziyana düşmməlidir burada. Özgənişləşdirmə öz başına edilə bilməz təbii ki. Burada qaydalar, prosedurlar, kompensasiyanın müəyyən edilməsi qanunla tənzimlənir. Həmçinin məqsəd mülkiyyətçinin hüququnun qorunması olmalıdır. Dövlətin ictimai maraq adı ilə kiminsə əmlakını ədalətsiz və yaxud da qiymət ödəmədən, belə deyə, almasının bir növ qarşısını alır. Xüsusi mülkiyyət sosial öhdəliyə səbəb olur, yoldaşlar. Baxın, xüsusi mülkiyyətdən söhbət gedir və sosial, iqtisadi öhdəlik yazsa testdə məsələn səhvdir. Sosial öhdəlik odur ki, ətraf mühitə zərər vurmamalısan, qonşuların hüquqlarını pozmamalısan, qanunla müəyyən olmuş tələblərə tam olaraq əməl etməlisən, təhlükə yaratmamalısan. Məsələn, özəl obyekt sahibi sanitar, yanğın təhlükəsi və texniki norma tələblərinə mütləq əməl etməlidir. Həmçinin torpaq sahibi torpağı məqsədli təyinatdan kənar istifadə edə bilməz. Yoldaşlar, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədlə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Bu norma odur ki, yəni torpaq üzərində mülkiyyət hüququnun tam və sərhədsiz olmadığını, bir növ müəyyən hallarda ictimai maraq naminə məhdudlaşdırmasını göstərir. Burada sosial ədalət torpaqlardan səmərəli istifadə məqsədilə mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi o deməkdir ki, yəni torpaq hamının ehtiyacı olan strateji bir sərvət olduğundan ona görə də torpaq üzərində bir növ mülkiyyət hüquqları tam limitsiz azadlıq verə bilmir. Yəni əgər sosial ədaləti təmin etmək və yaxud da torpağın səmərəli, düzgün istifadə olunmasına nail olmaq istəyirsə, burada qanunverici orqan müəyyən məhdudlaşma qoya bilər. Məsələn, torpağın təyinatı dəyişmək üçün icazə tələb olunması, kənd təsərrüfatı torpağının əkilmədən saxlanılması qadağandır və yaxud da sahil boyu torpaqlara tikinti məhdudiyyətləri var. Həmçinin meşə torpaqlarının özəlləşdirilməsi qadağan hesab olunur. Torpaq sahələrinin bir şəxsin əlində həddən artıq qalması bir növ düzgün hesab olunmur. Məsələn, tutalım mən yaşayıram Bakıda, mənim torpağım qalıb rayonda, heç xəbərim yoxdur, amma halbuki oradakı əhali torpaqdan çox böyük ehtiyac var. Bu nöqteyi nəzərdən müəyyən qədər ə, məhdudlaşma ola bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Yəni bu bənd deyir ki, insan öldükdən sonra onun əmlakının qanuni vərəsələrə keçməsi hüququ bir növ dövlət tərəfindən qorunur və təmin olunur. Həmçinin, yəni hər kəs öz əmlakını övladına, ailəsinə və yaxud da vəsiyyətlə digər hər hansı bir şəxsə vermək hüququ var. Əqli mülkiyyət hüququ, bunu bir növ mən yazmışam, patent, yəni belə deyək də, beyin məhsulu da. Hər kəsin belə bir hüququ var, əqli mülkiyyət hüququ var və burada müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla, qanun bunu, yəni bu mülkiyyət növlərini dəyərli yoldaşlar qoruyur. Yəni hər kəsin əqli mülkiyyət hüququ olması o deməkdir ki, hər kəs yaratdığı fikir məhsulunun kitabdır, şeirdir, musiqidir, elmi ixtiradır, dizayndır, proqramdır, layihədir və s. müəllifi olmaq hüququna malikdir. Yəni sənin yaratdığın intellektual məhsul sənə məxsusdur. Başqası səndən icazə almadan onu istifadə edə bilməz. Yəni sən özün kitab müəllifi olduğu üçün bu hüquq sənin üçün xüsusilə əhəmiyyətlidir. Yəni əsərin üzərindəki bir növ müəlliflik, həmçinin mülkiyyət hüquqları bir növ qanun həmin bu hüququ sizin üçün qorumuş olur. Və bu hissədə deyir ki, yoldaşlar, sənin yaratdığın hər bir məhsul, kitabdır, musiqidir və s. bunu qanun sənin üçün qorur, kimsə öz adına bunu çıxara bilməz.
Təhlükəsiz yaşamaq hüququnda isə təbii ki, hər kəsin təhlükəsiz yaşamaq hüququnu tanıyır və bildirir ki, bu normada hər bir insan öz həyatını qorxu, zorakılıq, təhlükə, təhdid və yaxud da müdaxilə olmadan yaşamaq hüququna təminat verir. Dövlət insanların həyatını və təhlükəsini qorumaq üçün bir növ tədbir görməyə borclu hesab olunur. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, həmçinin dəyərli yoldaşlar, mülkiyyətinə, mənzilinə qəsd eləmək, şəxsə qarşı zor işlətmək bir növ qadağan hesab olunur. Yəni yoldaşlar, məsələn, polis cinayətin qarşısını almaq və yaxud da təqsirləndirilən şəxsi zərərsizləşdirmək üçün qanunla müəyyən olunmuş qaydalarda zor tətbiq edə bilər. Amma zəruri müdafiə, yəni özünü müdafiədə bir növ qanunla tanıdığı istisnalar var. Gəldik burada şəxsi toxunulmazlıq hüququndan da danışaq. Hər kəsin belə bir hüququ var, şəxsi toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Və qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağan hesab olunur. Təbii ki, hər kəsin şəxsi və ailə həyatını qanunsuz müdaxilədən müdafiə etmək hüququ var. Yəni hər kəsin şəxsi toxunulmazlığı hüququ deməkdir ki, yoldaşlar, heç kim səni qanunsuz olaraq tutub saxlaya bilməz, heç kim sənə bədən xəsarəti yetirə bilməz. Qanunsuz axtarış, qandallanma və yaxud da zor tətbiqi qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumat toplamaq, saxlamaq, istifadə etmək, yaymaq, bunlara yol verilmir. Bu norma deyir ki, ümumiyyətlə heç kim sənin şəxsi məlumatları, məsələn, telefon nömrəni, elektron postunu, sosial şəbəkə yazışmalarını, tibbi məlumatlarını sənin razılığın olmadan toplaya bilməz, saxlaya bilməz, həmçinin istifadə eləməz və yaxud da yaya bilməz. Yalnız sənin icazən olarsa və qanunda göstərən xüsusi hallarda məlumat toplanılıb istifadə edilə bilər. Və davamında deyir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və yaxud da etirazına baxmadan izlənilə bilməz, foto, videosu çəkilə, səsi yazıla və yaxud da bu cür hərəkətlərə məruz qala bilməz. Yəni bu norma onu deyir ki, heç kim sənin icazən olmadan səni izləyə, fotonu, videonu çəkə, səsini yazıya ala bilməz. Həmçinin bu müdaxilələr yalnız sən razılıq verərsənsə və yaxud da qanunda xüsusi bir hallar nəzərdə tutularsa mümkündür. Məsələn, cinayət istintaqı, polis əməliyyatı və s. Yəni sənin şəxsi həyatın və gizliliyinə bir növ hörmət edilməlidir. Həmçinin yoldaşlar, hər kəs yazışa bilər, telefondan danışa bilər, poçt, teleqraf və digər rabitə vasitələrlə məlumat ötürə bilər. Bu məlumatının sirrini saxlamaq hüququnuza dövlət təminat verir ki, yəni narahat olma, sən telefondan danış, hər yolla ki, sən sənin məlumatını saxlaya bilməz. Bu hüquq qanunla nəzərdə tutulmuş hallarda iki halda dövlət buna zəmanət vermir. Əgər cinayət olacaqsa onun qarşısını almaqdan ötürü və yaxud da cinayət olubsa cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün məhdudlaşdırıla bilər. Yəni sənin o məlumatların yoxlanıla bilər. Və burada əsas məsələ qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatdan tanış ola bilər. Məsələn, mən bilməliyəm ki, dövlət orqanı mənim haqqımda hansı məlumatlar toplayıb və hər kəs onun barəsində toplanmış, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələblərini pozmaqla əldə edilmiş məlumatların düzəldilməsini və yaxud da çıxarılmasını, ləğv edilməsini tələb etmək. Bax, xahiş yox, bu tələbdir. Testdə xahiş düşüb bir neçə dəfə. Tələb etmək hüququnuz var. Qanunla əmr edilmiş hallar istisna olmaqla üçüncü şəxslər haqqında məlumat almaq məqsədilə elektron formada və yaxud da kağız üzərində aparılan informasiya ehtiyatına daxil olmaq qadağandır. Məsələn, mənlə siz bir nəfər yazışır, üçüncü şəxs digər kiber vasitələrlə bizim məlumatı toplayır, bu qadağandır. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı seçkiliyə yol verilmək şərti ilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, din və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Yəni yoldaşlar, burada deyir ki, başqaları haqqında məlumatı saxlamaq və yaxud da idarə etmək üçün yaradılmış
elektron və kağız üzərində məlumat bazalarına, yəni informasiya ehtiyatlarına yalnız qanuna uyğun halda daxil olmaq olar və heç kəs qanunsuz olaraq bu məlumata baxa, əldə edə və yaxud da istifadə edilməz. Yəni yalnız qanun xüsusi hallarda var ki, icazə verilirsə, bu məhdudiyyət istisna. Məsələn, cinayət istisnai hüquq mühafizə tədbirləri zamanı. Fərdi məlumatların dairəsidir, bax buna fikir verin. Həmçinin emalıdır, toplanmasıdır, ötürülməsidir, istifadəsidir, mühafizəsidir. Bu yüzden saxlanması yoxdur. Bunların şərtləri qanunla qorunur. Yəni yoldaşlar, hər bir insanın şəxsi məlumatları, adı, soyadı, ünvanı, telefonu, tibb məlumatları var. Bunu qanun qoruyur. Bu məlumatların toplanması, işlənməsi, ötürülməsi, istifadəsi bu kimi hallar qanun çərçivəsində həyata keçirilə bilər. Yalnız fərdi məlumatlar qanuna uyğun və təhlükəsiz şəkildə istifadə edilməlidir. Gəldik digər bir məsələ, mənzil toxunulmazlığı hüququ. Təbii ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və yaxud da məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsinin ziddinə heç kəs mənzilə daxil ola bilməz. Məsələn, kimsə qapını döyür, birbaşa evinizə daxil olur, bu mümkün deyil. Amma istisna halı var. Qanunla müəyyən edilmiş hallar və məhkəmə qərarı istisnadır burada. Gəldik nikah hüququ. Baxın, bu nikah deyil, nikahdır. Nikah izdivacdır. Nikah isə bir növ nişandır, nicahdır, nişangahdır. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Testdə 18 yaş yazsa səhvdir. Bu var, düzdür, amma bu ailə məcəlləsinə aiddir. Nikah könüllüdür, könüllü bağlanılır. Heç kəs zorla evləndirilə, ərə verilə bilməz. Məlum məsələ ki, bu sizin ixtiyarınızda olan bir şeydir. Nikah və ailə dövlətin himayəsindədir. Yəni burada dövlətin himayəsində bu o deməkdir ki, dövlət ailənin qorunmasını və inkişafını təmin etmək üçün qanunlar və tədbirlər vasitəsilə müdaxilə edə bilər. Yəni dövlət yalnız bir növ passiv baxıcı deyil, ailəni qoruyan və ona dəstək olan bir qurumdur. Analıq, atalıq, uşaqlıq. Bax, bu üç məsələ baxın. Bunlar qanunla mühafizə olunur. Yəni bu o deməkdir ki, ailə və uşaq, yəni bu ailə və uşağın hüquqları dövlət tərəfindən qorunur. Yəni dövlət anaların, ataların, uşaqların hüquq və mənafelərinin təmin olunmasına, onların sosial müdafiəsinə, sağlam inkişafına və təhlükəsinə bir növ təminat verir. Və dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Bu müddəada deyir ki, sosial dövlət prinsipləri həyata keçirir. Yəni dövlət çoxuşaqlı ailələrin rifahını artırmaq, bu məqsədlə onlara maddi yardım göstərir, sosial güzəştlər verir, müxtəlif dəstək mexanizmləri tətbiq edir. Ərlə arvadın hüquqları bərabərdir. Yadınızdasa bərabərlik hüququ maddəsində biz dedik ki, kişi ilə qadın eyni hüquq və azadlığı var. Eyni hüquq və azadlıqdırsa bu bərabərlik maddəsinə aiddir. Həmçinin eyni. Amma ər arvad da bərabər deyir, eyni demir. Yəni bu müddəada ailə münasibətlərinin bərabər prinsiplərini ifadə edir. Yəni nikahda ər və arvadın hüquq və vəzifələri eynidir. Ailə həyatında qərarlar qarşılıqlı hörmət və əsaslarla qəbul olunmalıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm borcudur. 17-ci maddə yadınıza gəlir, ailə, uşaq və dövlət maddəsi. Orada demişdik ki, uşaqların qayğısına qalmaq, göstərmək yoxa qalmaq. Onları tərbiyə etmək valideynlərin borcudur. Burada isə həm hüquq, həm borc deyir. Həm hüquq, həm borc varsa bu nikahdır. Yəni bu müddəada valideyn məsuliyyətinin prinsiplərini ifadə edir. Yəni valideynlər uşaqlara qayğı göstərməlidir və onları tərbiyə etmə hüququna malik olmalıdır. Həmçinin əgər bunları yerinə yetirməsə, qanun qarşısında bir növ məsuliyyəti var. Çünki valideynin borcudur. Həmçinin valideynlərə hörmət eləmək, onların qayğısına qalmaq da uşaqların borcu hesab olunur. Yəni əgər uşaqlar valideynlər kömək etməzsə, bu həm mənəvi, həm də qanuni məsuliyyət yarada bilər. Əgər uşaq 18 yaşına çatıbsa, əmək qabiliyyətinə sahibdirsə, bu əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludur. Yəni yoldaşlar, qanuni baxımından əgər valideyn əmək qabiliyyətini itirir və maddi ehtiyacı varsa, yetkinlik yaşına çatmış uşaq, onun övladı, onu saxlama borcudur. Əgər bu borcu yerinə yetirmirsə, onda valideyn onu atalıq, analıq hüququ var da, məhkəməyə verib aliment tələb edə bilər. Yəni aliment təkcə boşanmış qadına aid deyil ki, o uşağına görə aliment alsın. Valideyn də aliment tələb edə bilər.
Değerli yoldaşlar, növbəti dərsimizdə siz digər maddələrin izahına baxacaqsınız. Hələlik bu qədər. Növbəti videonu da izləyin ki, siz növbəti dərsdən də xəbər tutmuş olasınız. Hələlik müvəqqəti fasilə.